bu Vahabi alimi deyir ki, xəlifələri sayır, gedir çıxır 13-ə. İndi istəyir ki, bu xəlifələrin sayını düzəltsin, 12-yə indirsin. Xəlifə 12-dir, Səhih Buxarıda, Səhih Müslimdə. Bu da sayıbdı 13-ə qədər. İndi istəyir birin əskildə və 12-yə gətirə, 12-yə indirə, düzələ say. Kimi oradan o 13 nəfər ki, orada sayıbdı, kimi silsə oradan yaxşıdır. Yezidi siləcəkmi? Yox. Muaviyyəni siləcəkmi? Yox. Bəs kimi siləcək? İmam Həsən əleyhissalamı. İmam Həsən əleyhissalamı o xəlifələrin içindən, o saydığı adların içindən silir. Deyir ki, çünki qısa vaxtda, qısa zaman oldu İmam Həsən əleyhissalamın xilafəti, 6 ay oldu. Ona görə də onu silirik, atırıq o tərəfə. Yezid kimini tuturuq? عد الآن 12 مرة ثانية بعد إخراج هؤلاء أبو بكر عمر عثمان علي الحسن معاوية يزيد عبد الملك الوليد سليمان عمر بن عبد العزيز هشام بن عبد الملك طيب ثم يزيد بن عبد الملك صاروا كم 13 واضح 13 بعض أهل العلم يقول فترة حكم الحسن بن علي قصيرة جدا كم 6 أشهر 6 أشهر زين فبعضهم يخرج هذه الفترة فيقول إذا أخرجت فترة الحسن 6 أشهر طيب يستقيم الأمر تمام 12 خليفة. Yəni bunlar yer üzündəki ən mundar məxluqu razıdırlar ki, özlərini əmirəl-möminin seçələr, imam seçələr, amma İmam Həsən kimini? Yox. İmam Həsən əleyhissalam ki, Allahın Rəsulu onun haqqında buyuruldu, Əl-Həsən vəl-Hüseyn səyyida şəbabi əhlil cənnə. Cənnət cavanlarının seyyidiləridirlər. Allahın Rəsulu bu tərəfdən də Yezidin barəsində buyurub, Muaviyyənin barəsində buyurubdu ki, onlar və onların atası, hər üçü, onların tayfası cəhənnəmin gəlirindədirlər, cəhənnəmin içindədirlər. İnsan bunu başa düşməlidir ki, bir şəxs ki, Yezid kimi bir adam, gəlib o cinayətləri törədirlər, məlumdur onların yerləri harda, cəhənnəmin ortasında. İndi sən Vahabi, sən Sünni, nə üçün ona hörmət eləyirsən? Nə üçün bir adama hörmət eləyirsən ki, Allahın Rəsulu, Allahın elçisi onun cəhənnəmi olduğunu, cəhənnəm əhli olduğunu vəd veribdir?